Sualda soruşulur ki, digər nəqliyyat vasitələri üçün maneə yaranmadığı və hərəkət təhlükəsizliyinin təmin olunduğu bu şəraitdə hansı trayektoriya üzrə geriyə dönmək yol hərəkəti qaydalarına zidd olacaqdır? Şəraitə diqqət yetirsək görürük ki, yol ayrıcı qarşısında zolaqlarda hərəkət istiqaməti nişanı qoyulmuşdur və bu nişan bildirir ki, yük avtomobilinin olduğu zolaqdan hərəkətə yalnız düz istiqamətdə davam etdirmək lazımdır. Bu nişan bütün yol ayrıcına şamildir. Minik avtomobili isə hərəkət etdiyi zolaqdan sola, düzünə və geriyə dönə bilər. Konkret trayektoriyaya diqqət yetirsək, biz görürük ki, minik avtomobilinin sürücüsü hərəkət hissələrinin kəşfmələrindən çıxanda qarşı hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmir. Beləliklə, yük avtomobili bu şəraitdə yalnız düz gedə bilər. Minik avtomobilinin sürücüsü isə həm A, həm də C trayektoriyaları üzrə dönə bilər. Çünki o, qarşı hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmir. Sualın doğru cavabı yalnız B.